Qaraciyər niyə ən səssiz orqandır? Çünki qaraciyərdə sinir ucları yoxdur. Sadəcə qaraciyərin kapsulu gərildiyi zaman ağrı ola bilir. Yüksək kompensasiya qabiliyyətinə malikdir. Yəni qaraciyərin 60-70% zədələndiyi zaman qalan toxumalar funksiyanı davam etdirə bilir. Erkən dəyişikliklər sadəcə laboratoriya və ultrasəs müayinədə aşkarlanır, simptomlar vermir. Peki qaraciyər xəstəlikləri niyə gec mərhələdə aşkarlanır? Çünki xəstələr gec mərhələdə müraciət edir, ilkin mərhələlərdə simptomlar olmur və qaraciyərin bir sıra xəstəlikləri vardır ki, qaraciyər piylənməsi, viral hepatitlər, xronik qaraciyər xəstəlikləri bunlar simptomsuz gedir. Buna görə də qaraciyər xəstəlikləri zamanı skrininq testlər çox önəmlidir. Simptomlar nə zaman ortaya çıxır? Demək, qaraciyər xəstəliklərində simptomlar ümumiyyətlə nələrdir? Sarılıqdır, sağ qabırğa altında ağrılardır, qarın boşluğunda maye toplanmasıdır, qanamaya meyillikdir və s. Bu əlamətlər də qaraciyər xəstəliklərinin gec mərhələlərində ortaya çıxır. Son olaraq, qaraciyər səssizdir, amma xəstəlikləri səssiz deyildir, sadəcə gec mərhələdə danışır.